Salam, hər vaxtınız xeyir. Mən kənd məktəbində oxumuşam və 16 yaşına qədər ingiliscə danışa bilməmişəm. Daha sonra ingilis dili müəllimliyi ixtisasına qəbul olmuşam. Və bu ixtisası oxuyarkən çox utanırdım ki, mən ingilis dili müəllimiyəm, amma ingiliscə danışa bilmirəm. Daha sonra xarici dostlar tapdım və onlarla ünsiyyət kurdum. Və kimin ki danışığı yaxşı idi, onlara həmişə bu sualı verirdim. Necə eləmisiniz ki, Amerikada və yaxud da ki, Britaniyada yaşamaya dili bu qədər gözəl səviyyədə öyrənmisiniz. Çox axıcı danışırsınız. Və onların cavabı həmişə mənə belə olurdu. Biz çox aktiv dinləmə eləmişik, mütəmadi olaraq dinləmə eləmişik. Demək, danışmaq üçün, yaxşı danışmaq üçün bizim dinləmə eləməyimiz lazımdır. Hamı deyir ki, danışmaq istəyirsənsə dinləməlisən. Bəs dinləməni necə eləyək? Gəlin bugün süni intellektdən istifadə edərək dinləməmizi necə inkişaf elətdirə bilərik? Bu haqda məsləhət alaq. Mən ona sual verdim ki, ingilis dilində dinləmə edərək danışığı inkişaf etdirmək metodları hansılardır? O da belə cavab verdi. 1. Aktiv dinləmə. Dinlədiyiniz materialı yalnız başa düşməyə çalışmayın. Həm də sözləri və ifadələri qeyd edin. Bu həm dilin strukturunu, həm də yeni sözləri mənimsəməyə kömək edəcək. Belə deyim, əgər bir dili öyrənmək istəyirsiniz və səhərdən axşama qədər telefonun qarşısında ingiliscə filmlərə və yaxud da hər hansısa bir dildə filmlərə, videolara baxırsınız. Amma sadəcə baxırsınız və dinləyirsiniz. Heç nə eləmirsiniz, araşdırmırsınız, öyrənmirsiniz, tətbiq eləmirsiniz. Belə dinləmə pasiv dinləmə adlanır və bu dinləmə sizə heç bir xeyir eləmir. Mənim bir qohumum var, o Koreya filmlərini çox xoşlayır. Və nə vaxt baxırdım, telefonda Koreya filmlərinə baxırdı. Təbii ki, altyazı olmadan. Bir gün ona sual verdim ki, bəs sən çox Koreya filmlərinə baxırsan, dilə məruz qalırsan və nəsə öyrənə bilmisənmi? Dedi, yox, heç nə öyrənməmişəm. Sadəcə marağa baxıram, hərəkətlərinə baxıram. Yəni, bu da onun bir göstəricisidir ki, öyrənmədən, araşdırmadan, dinləmə eləyərək, yalnızca dinləmə eləyərək dil öyrənmək olmur. Mən özüm də dinləmə eləyirəm və dinləmə eləyərkən bilmədiyim söz və yaxud da ki, cümlə quruluşu varsa, onu mütləq skrin eləyirəm və daha sonra onu araşdırıram dinləmə elədikdən sonra. Əgər bilmədiyim yeni sözdürsə, mən bunu müxtəlif lüğətlərdən araşdırıram. Ən birinci tələffüzünə, daha sonra cümlədə işlənmə yerinə, yəni kontekstdə necə işlədirlər ona baxıram. Daha sonra hansı söz önlərlə işlənir ona baxıram. Hansı sözlərlə daha çox işlənir. Əgər isimdirsə sayılandımı, sayılmayandımı, feildirsə qaydalıdımı, qaydasızdımı, bunlara baxıram. Və daha sonra özüm cümlələrimi qururam. Öyrəndiyim sözə aid bir neçə cümlə qururam və demək olar ki, mən sözləri təkrarlamadan belə o söz mənim yadımdan çıxmır. Çünki mən onu müxtəlif kontekstlərdə görmüş oluram. Və əgər danışmaq şəraiti yaranarsa, yəni xarici qruplar var ki, danışığınızı orada praktik eləyə bilərsiniz, məşq eləyə bilərsiniz və mən orada öyrəndiyim sözü danışığımda tətbiq edirəm. Yox, əgər elə bir şərait yoxdursa, öz-özünüzə, telefonda səsinizi yaza-yaza və yaxud da ki, güzgünün qabağında danışa-danışa məşq eləyə bilərsiniz. 2. Filmlər və seriallar. İngilis dilli filmlər və seriallar izləmək gündəlik danışıq dilini öyrənmək üçün faydalıdır. Başlanğıcda alt yazılarından izləyin, sonra isə zamanla alt yazıları çıxarın. Bunu özünüz təyin eləyin. Yəni, siz səviyyənizi daha yaxşı bilirsiniz. Şəxsən mən qulaq asdığım, dinlədiyim videoların əksəriyyətini rahat başa düşürəm. Amma yenə də bir dəfə alt yazısız baxıram, ümumi mənanı dərk eləməyə çalışıram. Daha sonra alt yazıları qoşub hansı yerləri qaçırmışam, bir dəfə də onu müəyyənləşdirmək üçün baxıram. 3. Podkastlar. Podkastlar dinləmək həm lüğət biliklərinizi artırır, həm də düzgün tələffüzü öyrənməyə kömək edir. Mühüm məqamları qeyd edərək dinləmək faydalıdır. Bəzən dinləmə eləyərkən elə bir sözə rast gəlirəm ki, o sözü bilirəm, amma sadəcə mən onlar kimi tələffüz eləmirəm, həmin danışan kimi tələffüz eləmirəm. Baxmayaraq həmin danışan native speakerdir, amma mən yenə də gedib lüğətdə onun tələffüzünə baxıram. Baxıram ki, hə, demək bu sözü mən səhv tələffüz edirmişəm. Yəni, dinləmə eləyərək həm də tələffüzümü də düzəldirəm. Əslində, burada 4-cü, 5-ci, 6-cı, 7-ci tövsiyələr də var, amma mən bunları izah eləməyəcəm. Çünki mənim danışığımda inkişafı olan üsullar hansıdırsa, mən onları seçdim və sizlər üçün onları izah elədim. Əgər özünüz istəsəz, bunları oxuya bilərsiniz və tətbiq eləyə bilərsiniz.